xalq yaradıcılığı. Ulaq. Axşamınız xeyir olsun əziz dinləyicilər. Adımızı tutub görüşümüzə gələnlər. Boz ayın dəcəlliklərindən, soyuğundan, çiçəyindən, yağış dolusundan daralsa da, Novruzu bir dünya sevinçlə qarşılayan el cəmaatımız. O günlər hələ də bayramlaşmaq üçün gələnlərin önünə, süfrələrinə düzdükləri naz nemətləri 1-ə 5 artıran, o nemətlərdən bol-bol nuş eləyən cavan comrunlarımız, ağ birçəklərimiz, colma cocuqlarımız, belə hamılıqla xoş gördük sizləri. Novruzdan nə ki diləyiniz, arzu murazınız var, başlayın birəm-birəm onları söyləməyə. Bilirik, ən böyük arzunuz olur ki, bizləri gözəl Qarabağımıza aparacaq yollar hamımızın üzünə açılsın. Gedib o yurt yerlərinə təzədən yerləşək. Doyunca o gözəlliyi seyr eləyək. Elə Bulaq dədənin də ən böyük istəyi bu deyilmi? Sağ olmuşlar. 10 illərdir o yerlərdən ötürü burnumuzun ucu göynəyirdi. Bir vaxtlar hər qarışına bələd olduğumuz, dünya görmüş qocalardan, biləyi dağı yerindən oynadan cavanlardan, xoş avazlı sənətkarlardan məhrum olsaq da, şükür, bu günlərə şükür ki qayıtdıq, qayıtmalıydıq da. Çünki şəhid məzarlarından göylərə ucalan, bizi səsləyən ruhlar yolumuzu gözləyirdi. Bəli, ucadan deyirik, salam, salam Qarabağ, biz gəlmişik, sənnənik, həmişə də sənnən olacağıq. Ta qədimlərdən indiyənəcən bahar günləri əziz günlər hesab olunub. Əziz günlərdə qonaq getmək, qonşu qapısı açmaq, qonaq qarşılamaq, mübarəkdarlıq eləmək, qərbi sınıqları yada salmaq, yastı yaraqlı adamları yoluxmaq savab işlərdən sayılıb. Eşitdiyimizdəndir ki, Quba, Dərbənd, Xaçmaz, İsmailli tərəflərdə yastı yaralı kimsələri, ağsaqqalları bayramın səhəri ziyarət edib təskinlik verərdilər. Belə günlərdə bahar havalı, qılıqlı, min bir süslü, nemətli xonçalar sıralanıb gedər qız evinə. Bu bəqamlarda oğlanların hamısı iyi, qızların da elliyi gözəl olar. Oğlan tərəf öz oğullarını, qız tərəfsə öz qızlarını öyərlər. Axırda o qərara gələrlər ki, oğlanın da, qızın da torpağı bir yerdən götürülüb. O axşamı oğlan da, qız da sübh açılanacan yatmayıb gözləyərlər. İnanarlar ki, bu sabahın üzünü görənin ömrü işıqlı, işi gücü səhmanlı, aydın olasıdır. Salğalı, evcanlı ağ birçəklər yazın bu vədəsində böyürkən kolundan bir qənət sındırıb evə gətirər, gələn ilin bu çağınacan saxlayardılar. Nöşün ki, böyürkən şivini düşərli hesab edərdilər. Bir inanışa görə də bayramın birinci gecəsində uzaq yaxın gözləməzdilər. Ailənin nə ki böyüyü kiçiyi var, gərəkdir ki bir ocaq başına cəm olalar. Ulularımız inanıblar ki, bayram günü doğmalarınla görüşməsən, araya 7 illik ayrılıq, hicran düşər. Qaldı sonraki günlərə... Bax, Novruzda ən çox da bu 7 gün müddətində dost tanışa, qohum əqrəbaya qonaq getmək, həm də qonaqqara qarşılamaq
adətdir. Bu ildən o birisi ilə küsülü qədəm qoymaq günah sayılır. İşte şayət Novruzda küsülülər barışmasa, bu küsülülük də 7 il davam eləyər. Bir iş də var ki, bu bahardan o bahara borculu keçmək arzu olunmaz sayılır. Gərəkdir borc alan, yıxılıb, tökülüb, borcunu qaytara. Ulular bir də buyurublar ki, baharda borcunu qaytaran kəs yox yerdən var dövlət tapar. Novruzdan 13 gün adladı mı, ta oyanası yaşıl günlər ayaq alar. Təbiətin sulu sucaqlı çağları başlar. O vədələr nəinki bir ağacı, bir budağı, bir çöpü belə qırmağı günah bilərlər. Nədir? Yaz çağı ağaca qiyan adama deyərlər, əlin qurusun. Bir də deyərlər, abədəsil, bə eşitməmisən ki deyiblər, ağac insana beşikdən ta məzaracan gərəkdi. Novruz gələli dağlara da səs düşər. Amma başlarından ağ çalmanı götürməyə gücləri çatmaz. Meşələr bahar sorağını eşitsələr də çılpaq canlarını ala-yaşıla tutmaqda çətinlik çəkərlər. Çəmənlərin rəngi rufu dəyişsə də ot ələf gözə dəyməz. Dağların başındakı o ağ çalma ilə göz-gözə durar çəmənlər. Fürsət gözləyərlər. O ağ çalma nazildimi? Süzülüb çaylara qoşuldu mu? Həmən yaşılca xalısını uzadardı. Dərələrin də, çayların da, bulaqların, yal yamacın da növrağı başlar. Bu satı ayaq tutub yeriyər. Baharın ilk günlərinin çal-çağrından təzəcə başı ayılan el-oba bir də baxıb görər, budur, bahar yaşıl qanadlarını sərib ana torpağın üstünə. Torpaqsa o örtüyün altında əməlli başlı nəfəs alır. Hər gəlib gedən nəfəsi ilə insanları xeyirxahlığa, mehrə, ülfətə səsləyir. Elə bilərsən deyir ki, hə qardaş, sənli mənli bu qışın da axırına çıxdıq. İndi bu mən, bu da sən. Öldür məni, dirildim səni. Qollarını çırmala, işə başla. Yazın ilk öynəsinə ellərimizdə qara yazda deyərlər. Qara yaz çağı, yaz işləri görülər el-obada. Kənd adamı yaz əkininə hazırlaşar, əkəcəyi toxumları saf-sürü eləyərlər. Qədimlərdə adamlar yığılıb, elli ilə şumlamaya hazırlıq görərdi. Daha burada mənim, sənin məsələsi olmazdı. Beləcə, yaz şumunun başlanması el-obada bayram kimi keçirilərdi. Görərdim budur, əkinəcəyin kənarında adamlar yığışıb, bir qələbəli, bir coşku var, gəl görəsən. Hər dəfəsində qurban kəsilərdi. Beləcə tarla işlərinin dövranı başlar, rəncibərlərin dilində holavarlar baş alıb gedərdi.